Xəstə 2 dəfə əməliyyat keçirdi və burun ucu düşmüş, burun qanatları enli və burun içərisində perforasiya var. Eyni zamanda burunun dəhliz klafon bölgəsində də çökmə var, qanatlarında görürsünüz, lateral divarda çökmə var, kalumellar retraksiya var və burun ucu dəstəksizdir. Qavrığa gövdə aldıq və inşallah rekonstruksiya edib perforasiyanı da kapatacağız. Əməliyyat artıq bitdi və burun ucu düşmür. Burun ucu dəstəkləndi. Burun dəlikləri simmetrik hala gətirildi və burun beli də qulaq qığırdağından alıb qoyulmuşdu. Düzənsiz bir quruluşu vardı burun belinin. Amma indi daha düzgün, stabil və üzə yaraşan bir burun oldu.